mən üzümü tuturam. 75 manat 35 qəpik, 50 manat 32 qəpik, nə bilim 60 manat 15 manat 5 nəysə. 3 manat 4 manat əlinə pul düşüb, gedib ət alıb, o əti də bir paçka pingvin götürüb, o pingvinin içinə də 2 dənə 3 dənə tikəni qoyub, sonra da dostunu, padruşkalarını, dostlarını otuzdurub qabaqda, arxada, gəl bir dənə də məni video çək, mən bu ətləri verəcəm, paylaşacam, bir dənə də məni çək eləyən insaniyyətdən çıxmışlara üzümü tutub demək istəyirəm ki, sizə ayıb olsun. Ayıb olsun sizə. Nəyə reklam edirsiniz ki? Özünüzü kimə göstərməyə çalışırsınız ki? Etdiyin əməli Allahın bilsin, özün bil, bir də etdiyin insan bilsin. Nəyə reklam edirsən ki? Niyə reklam edirsiniz? Gedin başqa şeylə reklam eləyin də. Bir tikə ət verəcəksiniz. Səhərdən axşama qədər o insanlar, yəni az təminatlı ailələr var ki, ehtiyacı var. Xeyirxah əməl görmək istəyirsən, bunu niyə reklam edirsən ki? Niyə paylaşırsan ki? Mən filan kəsə ət payladım. Getdim filan ərazidə dayandım, maşınımın içindən düşmədim əda ilə. Kloklarda ət payladım. Yollarımızı süpürən analarımıza, təmizlik işi görən, abadlaşdıran atalarımıza getmişəm, ət paylamışam, xeyirxah əməl görmüşəm. Allah kəsin sənin etdiyin xeyirxah əməli ki, sən onu çəkib sosialda paylaşırsan, o cəmaatın ailəsi var, uşağı var, nəvəsi var, nəticəsi var, qohum övladı var. Baxır, görür. Nəyi paylaşırsan ki? Hə, ehtiyacı var da, insandır da, hamımızın ehtiyacımız ola bilər. Onların bizdən qat-qat ehtiyacı var. Bunu niyə çəkib paylaşırsan ki? Ay, insanlıqdan çıxmışlar. Nəyi paylaşırsınız ki? Ayıb deyil, günah deyil. Etmisən, xeyirxah əməl eləmək istəyirsən, öz içində elə də bunu. Gələk paraşa buraxasan, reklam qazanmaq istəyirsən, get lütdən otur, reklamı qazan. Reklam qazanmaq istəyirsən, get bambullıq elə, reklamı qazan. Kişisən, yekə arvatsan, yekə qızsınız, bu nə hərəkət deyirsiniz? Yəni, mən bu çıxışımdan sonra inanıram ki, bir çoxları eləyib saxlayıbsa da telefonunda, bundan sonra utanar paylaşmağa ki, ayıbdır da, daha belə bir çıxış olubdur. Nəyi paylaşırsınız ki? Səhər şahidi oldum öz gözümdən. Yazıq anamız deyir ki, oğlum çəkmə də deyir mənim üzümü çəkmə, üzümdə maska yoxdur, üzümü çəkmə. Bu nə deməkdir? Nə deməkdir bu? Xeyirxah iş görürsən, güya sən? Qurban bayramı deyil bu. Kiminsə qəlbini qırmaq bayramı deyil. Ayıb olsun. Ar olsun belə insanlara. Daha doğrusu insaniyyətdən çıxmışlara.